Azərbaycan paytaxtında belə bir yarış təşkil olursa, əlbəttə Elnur Məmmədli o zaman artıq 32 yaşında Olimpiya oyunlarında qızıl medal uğrunda mübarizə apara bilər. İndi isə finala gəlin diqqət yetirək. Takahiro Nakai. Nakai reyting siyasında dediyim kimi 5-ci yerdədir. 796 xalı var Elnur Məmmədlidən. Təxminən 150 xal geri qalır və əlbəttə belə bir vəziyyətdə Elnur Məmmədli rəqibini qalib gəlmək cəhdlərini duymalıydı və əgər Nakai qələbə qazansa, o 3-cü yerə çıxa bilərdi. Elnur Məmmədli final görüşündə ümumən World Master turnirindəki güləş üslubuna sadiq qaldı və əvvəlcədən rəqibinin nə edəcəyini müəyyənləşdirməyə çalışdı. Yaponiya cüdoçusu ara sıra fənd tətbiq etməyə çalışsa da, Elnur Məmmədli vaxtında bu fəndlərə qarşı əks fənd hazırlaya bilirdi və indi bir qədər əvvəl gördüyünüz kimi içəridən arxaya badalaq fəndi ilə bəlkə də qalib gələ bilərdi, amma indi qələbəni bax bu məqamda da qazanmaq mümkün idi. Bununla belə Nakai sona qədər ağırlıq mərkəzini dəyişməklə və ümumiyyətlə hər bir vasitə ilə bu fənddən yaxa tutarmağa çalışdı və yenə də Elnur Məmmədli əgər bir qədər də güclü təkan versəydi, sol ayağı ilə daha yaxşı təkan versəydi, rəqibini kürəkləri üstə yerə yıxacaqdı. Gəlin indi bu fraqmentə diqqət yetirək ki, yenə də Nakai fənd tətbiq eləməyə çalışır, Elnur Məmmədli isə axıra qədər müqavimət göstərə bilir. Bu bir qədər əvvəlki fraqmentin təkrarı idi və belə bir vəziyyətdə hər iki idmançı qələbəyə layiq olduğunu sanki nümayiş etdirməyə çalışır. Və belə bir vəziyyətdə yenə də Nakai hücuma keçir. Və indi bu məqamda hakim elə gəlir ki, Vazari balı verə bilərdi, lakin onların rəyinə görə fənd tatamidən kənarda tətbiq olunmuşdu. Buna görə də Elnur Məmmədliyə xal verilmir. Hesab dəyişmir, 0-0. Mübarizənin vaxtından artıq 2 dəqiqə 35 saniyə keçib. Bu vaxtın demək olar ki, yarısı deməkdir. Yenidən Yaponiya cüdoçusu fənd tətbiq eləməyə çalışır və Elnur Məmmədli əks fənddə rəqibini çox ustalıqla yaxalaya bildi və Takahiro Nakaini yerə yıxaraq ippon balına layiq görüldü. Bu məqamları biz bir qədər əvvəl də müşahidə etdik və Azərbaycan idmançısının bu qələbəsi əlbəttə bizim hamımızda böyük ümidlər yaradır. Elnur Məmmədlini, məşqçiləri, eləcə də idman həvəskarlarını bir daha təbrik edirik və Elnur Məmmədlidən qarşıdakı yarışlarda da uğurlar, qələbələr gözləyirik. Hörmətli tamaşaçılar, bununla da biz Qazaxıstanın Almatı şəhərindən World Master turnirindən reportajımızı başa çatdırırıq. Yeni qələbələr arzuları ilə yeni görüşlərə dək reportajı Fikrət Adgözəlli aparırdı. Sağ olun, gələn görüşlərə dək.